Salam, bu videomda sizə qrup və alt qrupun tapşırıqlarının izahını təqdim edəcəyim. Birinciyə baxaq. Artıq obyektin üstündən xətt çək və hər qrupa ad ver. Qrupların ümumi əlamətini yaz. Artıq qrup. Baxın, birinci çərçivədə uşaqlar burada görürsünüz, hər biri yarpaqda bir dənə gül var burada artıq olan. Bu yarpaqlar qrupu olsun. Yarpaqlar qrupu. Digərinə baxaq. Burada belə deyək, hamısı bu təyyarə, vertolyot, təyyarə daha doğrusu uçur, şar uçur, raket uçur, ağcaqanad uçur, bizə maşın uçmur. Maşının üzərinə xətt çəkirik. Uçan obyektlər qrupu. Obyektlər qrupu. Bunu da belə adlandıraq. Və davam edirik. Sonra davam edək burada. İkincidə obyektləri onların daxil olduqları qrupun adı ilə birləşdir. Avtobus nədir? Nəqliyyat. Peşə olanları gəlin birinci seçək. Çünki burada rənglər qarışacaq. Peşə olanları. Rəssam peşədir. Həkim peşədir. Bunları göstərək göy rənglə, tünd göylə. Sonra yaşılla göstərək mebel. Mebellərə baxaq. Divan mebeldir. Kətil oturacaqdır. Yəni belə deyək, bilirsiniz necə oturacaqdır kətil. Söykənəcəyi olmayan stullardır. Sonra mebelə hansı aiddir? Qalanları mebelə aiddir. 2 dənə mebel var. Nəqliyyata aid olanlar. Təyyarə, kater, avtobus, sonra traktorda nəqliyyat sayılır. Qalanları aid deyil. Sonra alətlər. Alətlərə baxaq. Alətlər balta. Sonra mişar. Mişardan balta da alətdir. İndi davam edək. 3-də verilmiş obyektlərin qrupunu adlandır. Onu hansı ad qruplara ayırmaq olar? Görürsünüz, bunlar hamısı şirniyyatdır. Şirniyyatlar qrupu deyə bilərik. Hansı şirniyyatlar var? Şokolad var. Şokolad. Görürsünüz, keks var. Dondurma var. Dondurmalarımız var. Şokolad, keks, dondurma. 4-də cədvəli doldur. Baxın, bunların ümumi əlamətləri. Qrupun adı. Həşaratlar qrupu adlandıra bilərik. Həşaratlar. Həşaratlar. Ümumi əlamətləri. Yəni hərəkətləri. Uçurlar. Uçur. Uçurlar. Sonra qonurlar. Qonurlar. Sonra səsləri olur. Bəzilərinin olur, bəziləri yox. Ümumi yazmaq olmaz. Uçurlar, qonurlar. Yerdə hərəkət etməkləri. Milçək hərəkət edir. Böcək gəzir. Yəni bunu yazaqmı gəzməklərin? Gəzir. Yəni bəzilərinə aiddir də, yəni gəzir. Ümumi əlamət kimi götürək. Yəni yer çox qoyublar yazmağa. Bir də gəzir əlavə edək. Uçur. Qonur və gəzir. Gəzirlər. Sonra ümumi tərkib hissələri. Qanadları var. Qanadları. Ayaqları var. Bəli, var. Ayaqları da var. Ayaqları. Ayaqları. Sonra başlarında olan nə sayılır uşaqlar böcəkdə? Onlara milçəkdə yoxdur axı.
Yəni götürmək istəsəm kəpənəkdə var, kəpənəklərdə var, bu böcəkdə də var, amma milçəkdə yoxdur başı. Ümumi deyir. Ümumi deyirsə, burada ümumi deyirsə, ümumi saymır. Ümumi qanadları var, ayaqları var. Sonra bədən hissələri var, ümumi tərkib hissələri. Bədən hissələri var. Sonra başları var. Yazaq da başda yazaq. Çünki yer çox qoyublar. Əlavə nəsə əlavə etmək istəsək, başları da var. Hər birinin başı da var bu böcəklərin.